Mənim Allahım, mənim Rəbbim, mənim Xaliqim. Məni öz qapından elə uzaqlaşdırmısan. Məni ilahi xidmətlərdən məhrum eləmisən elə bila. Daha elə bil düşünmürəm ha. Nə baş verib ya Rəbbəl aləmin? O ləalləkə rəaytəni mustaxiffən bihaqqik və əqsəytəni. Olmaya məni sənin haqqını zay eləyənlərdən gördün, özündən uzaqlaşdırdın. Gördün ki, mən elə sənin haqqını zay eləyirəm. Sən də məni özündən uzaqlaşdırdın. O ləalləkə rəaytəni mu'ridən ənkə fəqaləytəni. İlahi, gördün bəlkə mən səndən üz çevirmişəm, sən də mənə qəzəbləndin. O ləalləkə vəcəttəni fi məqamil kəzibinə fərəfəztəni. İlahi, məni gördün ki, hələ çox yalan danışıram. Kimə gəldi yalan danışıram? Yalançılıq daha mənim vücuduma, halıma çevrilib. Fərəfəztəni, ona görə məni kənarlaşdırdın. Nə baş verdi ya Rəbbəl aləmin? O ləalləkə rəəytəni qeyrə şakirin ni'amakə. Allah, bəlkə gördün mən təşəkkür eləyən bəndə deyiləm. Ona görə fəxərəmtəni, məni məhrum elədin. Vaxtın gördün elə verirsən mən təşəkkür eləmirəm. Verirsən mən təşəkkür eləmirəm. Bəlkə ona görə məni kənarlaşdırmısan. Nə deyə mənim dərdim? Mənə bir dənə işarə elə görək. Özü danlayanların sözüdür ya. O ləalləkə fəqəttəni min məcəlisil uləmai fəxəzəltəni. İlahi, bəlkə mən alimlərin məclisini tərk elədim. Moizələrdən məhrum qaldım deyə bu günlərə düşdüm. Xar oldum. Nə baş verdi? O ləalləkə rəaytəni fil qafilin fəmin rəhmətikə ayəstəni. İlahi, bəlkə baxdın gördün mən qafillərdən olmuşam. Qəflət əhliyəm. Ona görə mən bu günlərə qaldım, indi sənin rəhmətindən məyus olmuşam. Deyirəm, Allah mənə bağışlamaz. Qəflətin məni gətirdi, bu yerlərə çatdırdı. Özə nə baş verdi? O ləalləkə rəaytəni alifə məcalisəl bəttalin fə beyni və beynəhum xəlləytəni. Yoxsa baxdın gördün, mən də haram halal bilmirəm. Harda haram məclis var, ora qaçıram. Sən də buraxdın onları, məni onlarla birlikdə. Atdın onlara. Dedin, ged onlarla indi yaşa. Nə istəsən ged elə. Nədir ya Rəbbəl aləmin? O ləalləkə ləm tuhibbu ən təsməə duai fəbaətdən. Olmuyor Allah, səsimi eşitmək istəmirsən. Ona görə mənə duadan məhrum eləmirsən. Nə vaxtı dua eləmirəm? Nə baş verib? O ləalləkə bi cürmi və cərirəti kafeytəni. Yoxsa baxdın gördün günahlarım çoxaldı. Ona görə məni cəzalandırdın. O ləalləkə bi qilləti həyai minkə cəzəytəni. Yoxsa gördün ki, mən həya pərdələrini bütün yırtdım. Ona görə mənə cəza verdin. Nədir? Nə? İnsan ayıldı. Buna deyirlər ləvvamə. Qənimət bilin o halı. Allah o halımızı and içir. Allah Quranda o halımızı and içir. Lə uqsimu bi nəfsil ləvvamə. Ann olsun belə cana. Bəh. Çəkilib özün bir güşəyə danlayıb. Nə sevir o halı bu? Qaytarar bu təzdən əlindən çıxanları sənə. Qaytarar əlindən çıxanları sənə.